Salam dostlar, bir daha. Yine baxırıq biz esse ilə bağlı, növbəti il bilirsiniz, esse ilə bağlı test tapşırıqlar olacaqdır. Bir topik var, yine hazırlamışam. Bu mövzuya uyğun meyarlar nə idi? Yadımıza salaq. A meyarı mövzuya uyğun olmalıdır. Verilen meyarı, B meyarı 3 başlıqda bölünməlidir. Yəni 3 başlıqda əslində bölməsəz də olar burada. Çünki tam IELTS deyil, ona yaxındır. Amma ardıcıllığı, yəni elə göstərməlisiniz ki, giriş hissəsi olmalıdır. Sonra o giriş hissəsindən sonra onu izah eləməlisiniz. Yəni introduction'dır, body paragrafdır və nəticədir. In conclusion. C meyarında isə minimum 100 sözdən ibarət olan bir essay olmalıdır və təbii ki, sinonimlərdir, qrammatik qaydalardır. Bu da D meyarındadır ki, buna diqqət eləməlisiniz. Və burada görürsünüz ki, yenə mövzu verilibdir. Do movies influence people's behavior? Filmlər insanların davranışına təsir edir, and how və necə? İndi burada bir mövzu var, onunla bağlı, daha doğrusu yəni fikir yazmalısınız. Sizə qəlib göndərmişdim, o qəliblə istifadə edib yaza bilərsiniz. Misal üçün, some people believe that, bəzi insanlar inanır ki, it is important to watch movies. Filmlərə baxmaq vacibdir because they entertain and educate. Onlar əyləndirir, həm də təlim, təhsil verir. While others think that. Görürsünüz, while others think that. Ancaq digərlər düşünür ki, o hissəsi var. Ardını özünüz tamamlamalısınız. Yəni sizə verildim daha əvvəl atılan qəlibdə. Movies can negatively influence behavior. Filmlər davranışa mənfi formada təsir edir. According to my mind, fikrimə əsasən, movies do affect people's behavior. Filmlər insanların davranışına təsir edir, but impact depends on what they watch. Amma təsir nəyə baxdıqlarından asılıdır. I will explain my opinion in this essay. Yəni bu essaydə fikrimi izah edəcəm deyir. Firstly, some individuals suppose that movies are harmful because they can encourage bad habits. Bəzi insanlar zənn edir ki, filmlər zərərlidir, çünki onlar pis vərdişləri təhrik edə bilər, cəsarətləndirə bilər. For example, misal üçün, violent films may make children more aggressive or imitate risky actions. Misal üçün, sonraki filmlər uşaqları daha aqressiv olmağa və riskli hərəkətləri imitasiya etməyə səbəb ola bilər. However, ancaq, I think that, düşünürəm ki, movies can be positive as they teach values and knowledge. Filmlər müsbət ola bilər, çünki insanlara dəyərlər və biliyi öyrədir. For instance, misal üçün, documentaries inspiring films can motivate people to work hard or help others. Sənədli filmlər və ruhlandırıcı filmlər insanları daha çox işləməyə və digərlərinə kömək etməyə motivasiya edə bilər. Nəticədə, in conclusion, also movies have some disadvantages. Baxmayaraq ki, filmlərin çatışmayan tərəfləri vardı. I personally believe that, şəxsən inanıram ki, they have advantages such as education and inspiration. Onların təhsil və ruhlandırma kimi müsbət tərəfləri var. Görürsünüz, burada 3 formada verilib, yəni başlıq formasındakı, yəni giriş hissəsidir, sonra firstly ilə başlayıb, others-də sonda bitən daha detaylı izahı buna body paragraf deyilir. Sonda isə nəticə deyib bitirmək olur. Bax belə və sayanda da təbii ki, 100, minimum 100 söz olacaqdır burada. Belə və verilən mövzuya da uyğundur. Sizə uğurlar arzulayıram. Çoxlu söz öyrənin, çoxlu söz bazarınızı artırın və çalışın özünüzdə, belə deyim, beyninizi məşğul etdirin artıq esse yazmağa.